Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin bir nömrəli dəyərli izləyiciləri. Nəhayət uzun sürən istilərindən sonra uzun müddətli soyuqların gəlmə ehtimalı var. İlkin ehtimalı mən sizlərə proqnozları açıqlayım. İlkin ehtimal kimi uzun sürən Afrika təzyiqlərindən, Ural təzyiqlərindən, istilərdən sonra, Ərəbistan istilərindən sonra ölkəmizə soyuq hava şəraitinin gəlməsi proqnozlaşdırılır. Bayram günlərində gözlənilən hava şəraiti haqqında sizlərə ilkin məlumat çatdırım ki, ayın 19-dan etibarən hava şəraitinin kəskin şəkildə dəyişilməsi gözlənilir. Bunadək 19-adək hava şəraitinin isti olacağı ehtimalı var və rekord dərəcədə bəzi bölgədə istiləri olacaq. 30+, bəzi bölgədə 30-a yaxın, bəzi bölgədə 20-25 dərəcə və 20+ temperaturuna olması ehtimal olunur. Bakı və Abşeron yarımadasında temperaturun 20-25-28, prosesdən sonra 30 dərəcə kimi yüksələ bilər ehtimalı var. Lakin ayın 19-dan etibarən hava kəskin şəkildə dəyişiləcək. İlk öncə 3 gün, 4 gün ərzində kəskin şəkildə dəyişilmələrin küləklə müşahidə olunacağı və yağış yağacağı, leysan xarakterli yağışlar olacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi bölgələrimizdə isə yağıntıların sulu qar və qar şəklində olacağı və həmçinin yolların buz bağlayacağı dağlı və dağətəyi bölgədə ehtimal olunur. Şaxtalı hava şəraiti olması ehtimal olunur. Səhifəmizi izləmədə qalın dəyərli dostlar, canlılarımızı izləmədə qalın. Sizlər üçün ətraflı məlumatlar, geniş şəkildə məlumatlarımız qarşıdakı günlərdə olacaq. Odur ki, bizi TikTok səhifəsi, Instagram və YouTube kanalımızda abunə olub izləməyi unutmayın dəyərli dostlar. Sizləri çox sevirik. Yaxşı ki varsınız. Hər bir kəsdən xahiş olunur bu videonu sonadək izləyib öz şərhini yazmağı unutmasın.